söz söhbət olmasaydı, indi ən gözəl tortları mən hazırlayırdım. Sizə tortla bağlı çox gözəl hekayəmi danışıram, axıra qədər qulaq asın. Pandemiya dövründə çox gözəl tortlar hazırlayırdım və kremini, zavarını, yəni öz əlimdə edirdim. Həmçinin biskvitini də pambıq kimi hazırlayırdım. O qədər dadlı olurdu ki, yeyən hər kəs çox bəyənirdi, çox tərifləyirdi. Çox yaxın bir insan isə dedi ki, nə yaxşı sən bu gözəllikdə tortu hazırlayıb satmırsan. Kaş ki bu sözü eşitməmiş olaydım. Mən də qərara gəldim ki, hazırladığım bir tortu qoyum TikToka, satmağa başlayım. Məndə də bir xasiyyət var ki, nəyi gözəl gördümsə onu satmağa çalışırım. Bu xasiyyətimə də görə sonda şəbəkə biznesçisi oldum. Nəysə, nə başınızı ağrıdım, videonu qoydum TikToka. TikTokda videoya yarım milyon izləmə gəldi. 10.000 rəy gəldi. Tortda belə elə hər yoldan keçən tort bişirib paylaşır deyə yorumlar gəlmiş. Bəli, tortumun görkəmi həqiqətən qəşəng değildi. Amma mən o videoda kremini və biskvitini necə hazırladığımı və necə gözəl olduğunu tort ustaları çox gözəl görmüş. İnsan evladı hər zaman daxildən çox xarici önəm verdiyimizə görə bu yorumları aldığımı düşünür. Bu gündən sonra sadəcə tortu ailəm üçün hazırladım və mənim yoldaşım tortu çox sevir. Hər dəfə onun üçün hazırlayıram və o çox bəyənir. Tortumu da hər zaman kameralardan uzaq tuturam. Qərara gəldim ki, sizlərlə öz tortumu paylaşım. Siz nə düşünürsünüz? Sizcə 10.000 insanı pis yorum yazacağı qədər pis tort hazırlayıram? Videomu bəyəndinizsə bəyənib səhifəmi izləməyi unutmayın.